isinmə zamanı statik dartınmalardan istifadə edirsiniz, dayanın. Bu həm səhvdir, həm də təhlükəlidir. Statik dartınmalar əzələ gücünü azaldır, partlayıcı hərəkətləri zəiflədir və zədə riskini artırır. Məşqdən öncə mütləq olaraq dinamik dartınmalara üstünlük verin. Sinə əzələsini isitmək üçün statik dartınma əvəzinə dinamik dartınmadan istifadə edin. Budun arxa əzələsi üçün isə statik dartınmanın yerinə dinamik dartınmanı istifadə edin. Bu cür nümunələrdəki kimi hər bir əzələ üçün dinamik hərəkətlər seçərək düzgün isidə bilərsiniz. Əgər hərəkət seçimində çətinlik çəkirsinizsə, şərh bölməsində əzələnin adını yazın, biz sizə kömək eləyək. Statik isinməni isə məşqdən sonra bərpa edici hərəkət kimi istifadə edə bilərsiniz. Əsas qaydanı yaddan çıxartmayın. İsinmə zamanı dinamik, soyuma zamanı isə statik dartınmalar.